Bizim hazırki pasiyentimiz 3 il öncə bizə müraciət etdiyində sağ buç çanaq oynağında, oynaq başının avaskülar nekrozu və 4-cü dərəcəli koksartroz diaqnozları ilə yerimə, hərəkət məhdudu və şiddətli ağrıları vardı. Biz o zaman belə şans olaraq əməliyyata getməyək deyə sualının cavabını tapmaq üçün nə etdik? Eyni prosedur, yəni sanakini venadan qan alıb, onu 3 saat aparatda hazırlayıb, sonra lazım olan hissəsini vurmuşduq oynaq daxilinə. Əslində sanakin prosedurundan biz 6 ay, 1 ilə qədər nəticə gözləsək də, şükürlər olsun 3 ilə qədər şikayətlərimizdə azalma, hərəkətlərdən, məhdudiyyətin aradan qalxması, ağrıların azalması müşahidə olundu. Yenidən sanakin prosedurunu biz icra etdik. Görüntülərdə də görürsünüz, iynəmiz oynaq daxilinə doğru yönlənir. Oynaq daxilinə düşdüyümüzün təsdiqi iynə burada olduğundan sonra kontrast maddənin bütün oynaq boyu yayılmasıdır. Kör-körana oynaq daxilinə iynə vurulmaz. Xəstənin qanından hazırladığımız sanakini oynaq daxilində yeritdik və bütün oynaq boyu, oynaq arası və kapsulası ətrafında kontrast maddənin boyanmasını gördük. Bu artıq bizə tam şəkildə əminlik verir ki, biz doğru yerdəyik, dərmanı, müalicə preparatını doğru yerə yönəldirik. Keçmiş olsun. Allah şəfa versin. Mən Qurbanov Fələddin Meytoğlu axırıncı dəfə 2023-cü ilin dekabrın 21-də Uşaq Həkimin qəbulunda olmuşum. Yaxşı da effekti var, yaxşı da oldu. Allah onun köməyi olsun. Siz də içində bütün heyətə təşəkkür edirəm.